Dünən Vətən müharibəsindəki qələbəmizin 5-ci il dönümü ilə bağlı keçirilən hərbi parada Mümtaz Xəlilzadənin Nainə Ağamalıyeva ilə birgə aparıcılıq etdiyi barədə məlumat yayılıb. Tanınmış xanım aparıcı sosial şəbəkə hesabında Mümtaz Xəlilzadə ilə fotosunu paylaşaraq Müdafiə Nazirliyinin təşkil etdiyi tədbirə birgə aparıcılıq etdiklərini yazıb. Daha çox şou verilişləri ilə gündəmdə olan Nainənin belə bir xüsusi tədbirə aparıcılıq etməsi sosial şəbəkələrdə bir mənalı qarşılanmayıb. Olay yazır ki, Qafqaz İnfo mövzunun müzakirəyə səbəb olmasını nəzərə alaraq dəqiqləşmə aparıb. Əldə etdiyimiz məlumata görə Nainə Ağamalıyeva hərbi paradın aparıcısı olmayıb, ona bu barədə heç bir təklif də edilməyib. Zəfər günü münasibəti ilə keçirilən hərbi paradı yalnız Mümtaz Xəlilzadə aparıb. Nainə Ağamalıyeva isə paraddan sonra Müdafiə Nazirliyinin restoranlardan birində təşkil etdiyi ziyafətə Mümtaz Xəlilzadə ilə birgə aparıcılıq edib. Onun paylaşdığı foto da həmin ziyafətdə çəkilib. Bundan belə sosial şəbəkə istifadəçiləri məsələni tam dəqiqləşdirmədən aparıcının tənqid atəşinə tutublar. Nainə özü isə 2 gündür davam edən müzakirələrə münasibət bildirməyib. O paylaşımının şərhlərini də bağlayıb. Amaliyə Söhbət qızı, Bu Gün TV.